Gələn 2026-cı ilinizi təbrik eləyirəm. Hər birinizə sağlam can arzu edirəm və rahat qəlb arzu edirəm. Çünki xoşbəxtlik üçün sağlam candan və rahat qəlbdən önəmli bir şey yoxdur. Və sizə kiçik bir texnik də deyəcəm, bunu mütləq edin. 2025-ci ildə yaşadığınız uğurlu və uğursuz hadisələrin hesabatını aparın. Yəni 2025-ci ilin hesabatını mütləq edin özünüz üçün. Nələr yaşatdı 2025-ci il mənə, hansı uğurlarım oldu, hansı uğursuzluqlarım oldu, kimlərlə tanış oldum, hansı ideyalarım həyata keçdi, nələr etdim və yaxud da nələri edə bilmədim və s. kimi indi özünüz daha yaxşı bilirsiniz, hər biriniz bu hesabatı aparın və burada o uğursuzluqlarınızı da pozitivə kökləyin. Yəni, əslində yaşadığımız hər bir şey boşuna deyil. Yaşadığımız negativ, xoşumuza gəlməyən, bizə acı yaşadan, travma verən hadisələr də bizə nəsə öyrətmək üçündür, bizi böyütmək üçündür, bizi inkişaf etdirmək üçündür. Yəni, acıdan keçən bütün hekayələr gözəldir. Belə bir mahnı da, sözləri də var. Buna görə də əziz dostlar, əziz həmvətənlərim, bunu mütləq edin. Yəni, yaşadığınız pis hadisələri də özünüz üçün gələcəkdəki arzularınızın həyata keçməsi enerjisinə çevirin və mütləq də 2026-cı il üçün bir həyata keçirmək istədiyiniz arzunuzu məqsədə çevirin və bu məqsədə həyata keçirmə planlarını da özünüz üçün qeyd edin və kiçik bir texnik də edə bilərsiniz. Gözlərinizi bağlayın, bir dəqiqəlik və sanki 2026-cı ildir və çoxdan həyata keçmək istədiyiniz o arzunuz həyata keçmiş kimi hiss edin. Hər zaman sağlam və xoşbəxt olun.